Salam dəyərli izləyicilər, Bakı TV kanalının izləyiciləri, Badamdar qəsəbəsindəyik. Şəhərin tam yanında, gözəl bir ərazidə. Deməli, Badamdarın tam mərkəzindəyik. 16 mərtəbəli binanın 6-cı mərtəbəsində 135 kvadrat tam əşyalı 2 otaqdan 3 otağa düzəlib mənzil, ancaq ideal şəkildə düzəlib və yeni təmirlidir, yeni əşyalıdır. Satışa çıxır. Gəlin hol hissəsində sizə proyekti izah edeyim. Sonra qaydacaq qonaq otağını sizə ətraflı məlumat verəcəm. Gəlin gəzək mənzilimizi. Giriş qapısını göstərərək dəyişdirilib ən keyfiyyətli giriş qapılarından birindən istifadə olunub. Üst tərəfdə evin dizaynına uyğun üzlənib. Uşaq yataq otağı, ümumi sanitar qovşağı, əsas yataq otağı daxilində hamam otağı var. Qonaq otağını gördünüz və mətbəx. Belə bir mətbəximiz yığılıb, çox genişdir. Onu da ətraflı sizə göstərəcəm. Gəlin hol hissəsindən davam edək, sonra mənzilimizi gəzək. Giriş qapısı qeyd etdiyim kimi dəyişdirilib, ən keyfiyyətli giriş qapılarından istifadə olunub. Ümumi elektrik xətləri burada cəmlənib, girən kimi sağ tərəfdə stroli, divarı, patolka kimi, tavan ürünə kimi qardırob mebelimiz yığılıb. Pollar xüsusi teksturada, gözəl teksturada qranitlər və isti pol. Sol tərəfdə daraq işləmələrimiz var, panel işləmələr, gözəl buralarımız, patlok işləmələrimiz var, lüstur, spotlar, gizli işıqlar, hamısı öz yerində. Bir də bu tərəfdən göstərə zəhmət olmasa, açarlıq burada qoyulub, geniş bir güzgüdən istifadə olunub. Güzgünün yanları gözəl buralar, daraq işləmələr və gizli işıqlardan istifadə olunub. Belə bir aksesuarlarla da bura bəzədilib. Davam eləyək gəzər mənzilimizi. Gəlin, ümumi sanitar qovşağını göstərim sizə. Gəlin, bunu mən yaxından göstərim. Fərqli teksturada qranitlər, qara teksturada qranitlərdən istifadə olunub. Duş kabin, duş aksesuarları, divar içi unitaz, qranitlərdən yığılmış moydadır. Güzgü, arxası led işıqlarla, belə bir led işıqlarla belə bir rəflərimiz də yığılıb. Qurutusu, havalandırma sistemi, gözəl spotlar, hər şey. Buranda polları qranit, isti döşəmədir. Davam edək. Gəlin, uşaq yataq otağını göstərim sizə. İkili yumşaq dəstdən istifadə olunub, qarşısında eyvanı var. Deməli, orada yığılıb stipolların kollektor sistemi, sonra şkaflar yığılıb, hamısı böyük bir 2 dənə eyvanı var mənzilin. Belə bir twistnet yerimiz, TV çıxış, internet çıxış, elektrik kutuları, hamısı düzgün quraşdırılıb, ikili yumşaq dəsti uşaqlar üçün. Belə bir burada make-up qoyulub, güzgü, arxası led işıqlarla. Patolog işləmələrimizdə var. Lüstur, spot, gizli işıqlar tam asılı vəziyyətdə, qardırob mebeldə girən kimi. Sol tərəfdədir. Pollar hazır laklı bambuk parket. Otaqlar hazır parketlərdən istifadə olunub. Qalan ətraf, mətbəx, pol hissəsi və sanitar qovşaqları qranit isti döşəmədir. Gəlin, davam edək. Əsas yataq otağı, daxilində hamam otağı var. Gəlin, göstərəcəm hamısı sizə. Yumşaq dəst tam qoyulub, gözəl taxtüstü buralardan, lüstür, spot, gizli işıqlardan istifadə olunub. Buradan da həmin eyvana çıxışımız var. Deməli, bir də eyvanı yaxından göstərək. Kombi aparatımız qoyulub orada. Stipolların kollektor sistemi, qaz sərqadı və AUX markalı kondisioner motorlar oradadır. Burada belə bir make-up'ımız qoyulub, AUX markalı kondisioner öz yerində və bu otağın
hamam otağı. Gəlin mən bunu sizə yaxından göstərim. Girən kimi üzbəüz moydadır. Deməli, unitaz, duş kabin, duş aksesuarları, havalandırma sistemi, spotlar hamısı düzgün quraşdırılıb. Buranın da qranit isti döşəmədir və duş kabini isə fərqli teksturada qranitlərdən istifadə olunub. Hol hissəsində belə bir geniş yerimiz qalıb. Burada mətbəx yığılıb və sürtmə belə şüşə qapılardan istifadə olunub. Gəlin mətbəx hissəyə. Geniş bir mətbəximiz qalıb. Mətbəx mebeli tam boy patoloqa kimi quraşdırılıb. Zəhmət olmasa o küzdən çəkən mətbəximiz tam düşsün. Pol hissəsindəki qranitlər burada da davam edir. Pollar isti pol. Üstü tökmə mərmər sinəli ilə qranitlərdən istifadə olunub. Altı led işıqlarla bəzədilib. Moydadır. Deməli, qaz peçi, aspirator qoyulub. Qalan putavoy texnikanı özünüz alacaqsınız. Mətbəx mebeli bu hissədə davam edir. Burada TV stand kimi nəzərə alınıb. Burada TV çıxış, internet çıxış, elektrik kutuları hamısı düzgün quraşdırılıb. Patolog işləmlərimizdə var. Lüstr, spotlar, gizli işıqlar çox gözəl bəzədilib və belə bir 4 nəfərlik bura masa qoyulub. İstəsəz bunu dəyişib 6 nəfərlik də bura geniş masa qoya bilərsiniz. Kvadrat şəkildə çox geniş bir burada yer qalıb. Gəlin qonaq otağından da danışım. Qiymətdə sonra da sonda deyəcəm qiyməti sizə. Geniş bir qonaq otağımız qalıb. Qonaq otağını görürsünüz. Bütün mebellərlə təchiz olunub, yumşaq dəstlər, twisted hamısı öz yerində. Deməli, girən kimi yumşaq dəstlər, divan, kreslolar, pollar hazır laklı, bambuk, parket, patolog işləmlərimizdə var. Lüstr, spot, gizli işıqlar hamısı düzgün quraşdırılıb. Qarşıda belə bir gözəl bir 6 nəfərlik masamız, aux kondisioner öz yerində gözəl tablodan istifadə olunub. Qonaq otağımızı bu küncdən də göstərək. Geniş, böyük bir burada twistentimiz yığılıb, TV çıxış, internet çıxış, elektrik kutuları düzgün quraşdırılıb. Gözəl buralarımız, daraq işləmələr, belə bir rəflərimiz aksesuarlarla bəzədilib və belə bu mənzil yerləşir. Ümumi məlumat verim sizə. Badamdar qəsəbəsi, Badamdarın tam mərkəzində 16 mərtəbəli gözəl bir kompleksdə 6-cı mərtəbəsində 135 kvadrat 2 otaqdan 3 otağa düzəlib, ideal şəkildə düzəlib. Otaqlar hamısı yerindədir, geniş də bir mətbəximiz qalıb və bu mənzilin start olaraq qiyməti 325 min manatdır. Real alıcılar əlbəttə ki indirim var, növbət çəkilişlərdə görüşərik, sağ olun.